Salam əziz abituriyentlər. Bugün mən sizə kimyəvi rabitə və oxşarlaşma dərəcəsi bölməsindən olan ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahını verəcəm. Birinci sual. Pentin bir molekulunda kimyəvi rabitələrin yaranmasında iştirak edən hibridləşməmiş orbitalların sayını və sp3 hibrid orbitallarının bir-birini örtməsi hesabına yaranan rabitələrin sayını müəyyən edin. Biz deməli ilk öncə pentin biri açıq formada yazırıq. Burada deməli bizə deyir kimyəvi rabitələrin yaranmasına iştirak edən hibridləşməmiş orbitalların sayı. Kimyəvi rabitə yaranmasına iştirak edən hibridləşməmiş orbitalı tapanda belə üzüm maddələrdə. Deməli biz belə bir düsturumuz var. 2pi üstəgəl hidrogen. Yəni pi'nin sayını vururuq 2-yə. Çünki hər pi 2 dənə hibridləşməmiş p orbitallarına əmələ gəlir. Pi'ni vururuq 2, üzərinə hidrogenlərin sayını gəlir. Çünki hidrogenlər s orbitallarda onlar da hibridləşməyibdir. Deməli pi'nin sayı burada 3 qat rabitədə 2 dənə pi rabitə var. Deməli 2-ni vururuq 2-yə. Üzərinə hidrogenin sayı da 8 hidrogendir. Olacaq 4 və 8 12. Belə. Bu bizim birinci sualımızın cavabı 12. Və sp3 hibrid orbitalların bir-birini örtməsi hesabına yaranan rabitələrin sayını müəyyən edin. Burada deməli biz karbonlara baxan hibridləşmələr, deməli bu iki karbon sp-dir, qalan karbonlar sp3-dür. sp3 hibrid orbitalların bir-birini örtməsi ilə yaranan rabitə var. Üzərinə qırmızı ilə gedirəm. 1, hər iki tərəf sp3 olsun karbonun. 2. 2 dənə burada sp3 örtülməsi əmələ gələn sigma rabitə var. Deməli ikincinin də cavabı olacaq 2. Növbəti suala baxırıq. Deməli ikinci sualda əvvəlcə CH3CO natrium, üzərinə natrium H gəlirik. Natrium asetat duzudur. Deməli üzərinə gəlirik natrium H. Burada deməli bu hissə birləşir. Buradan natrium karbonat alınır. Hidrogen də gəlir radikala birləşir. Metan alınmasıdır. Buradan da CH3-ün üzərinə bir dənə hidrogen gəlib CH4. Yəni metan əmələ gəlir. Deməli olur natrium 2CO3 plus CH4. Yəni X maddəsi burada metandır. İndi həmin o X maddəsi 550-600 dərəcədə parçalanır. Yazaq reaksiyanı. 550-600 dərəcədə parçalanır. Buradan alınır etilen, bir də hidrogen. Yəni etilen CH2, qaz CH2, etilen plus hidrogen. Burada etilen də Y maddəsidir. İndi Y-in üzərinə su gəliblər. Burada da pi rabitə qırılır. Karbon birinə hidrogen, birinə OH birləşir. Olur CH3, CH2, OH və buradan etanol, yəni etil spirt əmələ gəlir. Bu da oldu bizim deməli Z maddəmiz. İndi bizə deyir Y-in molekulunda qeyri-polyar kovalent rabitələrin sayını baxaq. Y-in molekulunda qeyri-polyar. Y-də deməli karbon və karbon arasında 2 qat rabitənin ikisi də qeyri-polyardır. Yəni qeyri-polyar kovalent rabitənin sayı olacaq burada 2. Deməli birincinin cavabı 2 olacaq. Sonra isə Z-in molekulunda birinci karbon atomunun oksijləşmə dərəcəsini müəyyən edin. Z-in molekulunda birinci karbon hansıdır? 1, 2. OH olan yerdən nömrələyirdi, əlbəttə ki, sağdan sola. Yəni bu karbonun oksijləşmə dərəcəsini istəyir bizdən. Kənarda yazaq CH3, o toplayırıq ya CH2OH ya CH3O. Hidrogen müsbət 1, oksigen mənfi 2, karbon X. X minus 3 minus 2 bərabər 0. Mənfi 1. Deməli burada Z maddəsində birinci karbonun oksijləşmə dərəcəsi mənfi 1 olacaq. Bu da ikincinin cavabıdır. Gələk üçüncü suala. Maddə deməli H2SO4 sulfat turşusudur. Sigma rabitələrin sayı. Deməli biz bunu açıq şəkildə yazaq, rabitələri göstərək. H. Belə. Deməli burada sulfat turşusunda baxırıq ki, sigma rabitənin sayı, yəni 2 dənə pi rabitə var. Bu 2 qatın biri pi'dir də, hərəsində bir dənəsi pi'dir.
Aha, qalanlar siqmadır. Qalan qara rabitələr siqmadır. 1, 2, 3, 4, 5, 6. Deməli, burada 6 dənə siqma rabitə var. Yəni, x-in qiyməti 6. Birinci 6 olacaq. Sonra isə D rabitələrin yaranmasına iştirak edən elektronların sayı. Bunun üçün biz bütün rabitələri sayırıq. Ümumilikdə 8 rabitə var. Rabitələrin yaranmasına iştirak edən elektron sayı, yəni y bərabər olacaq rabitənin kimisidir. Çünki hər bir rabitə 2 elektrondan əmələ gəlir. 1 elektron cütü, yəni 2 elektronda. Deməli, 8-də vuracaq 2-yə. 16. Ümumilikdə rabitə yaranmasında iştirak edən elektron sayı da 16-dır. Y-in qiyməti də 16. İkinci 16. Deməli, birinci 6, ikinci 16. Dördüncü suala baxaq. Deməli, dördüncü sualda maddələr biri CO2-dir, biri də CH4-dür. Söhbət nədən gedir? Karbon atomunun hibrid ortaların sayı. Deməli, açıq şəkildə yazmalıyıq. CO2 bu şəkildə atılır. CH4 də bu şəkildə. Deməli, burada CO2-dəki karbon 2 dənə 2 qat rabitəyə birləşib də bu karbon. Deməli, sp hibrid halında olacaq. Aşağıdakı karbon isə sp3 hibridləşmə halındadır. Və bunların hamısı rabitəyə də sərf olunur da, yəni burada. İndi x bərabər olacaq, x CO2-dir. Sp-dən neçə hibrid çıxar? Əlbəttə ki, 2 hibrid. Olacaq 2. Bəs y nəyə bərabərdir? Sp3-dən neçə hibrid çıxır? 4. Deməli, y də bərabər olacaq 4-ə. 2, 4. 2. Birincinin cavabı 2, ikincinin cavabı 4. 5-ci suala baxaq. 5-ci sualda maddəni bir dənə burada qeyd edək. Deməli, bu maddə vinil asetil maddəsidir. 3 nömrədir. Bir karbon atomlarının rabitələrin yaranmasına iştirak edən elektronlarının sayı. Aha, deməli, karbon atomunun burada rabitə yaranmasına iştirak edən elektron deyəndə karbonla karbon arasında olan rabitələri sayıb 2-yə vuracaq. Hər karbon tutalım, karbonla karbon arasında 2 qat rabitə var. Bu o deməkdir ki, bir karbon bunu, bir karbon bunu, bir karbon, bir karbon. Yəni, hərəsinə belə 2 elektron düşür də, 2 rabitə var. Onda 2. Ümumilikdə, yəni neçə rabitə, daha doğrusu elektron qoyulub burada? 4. Yəni, rabitənin sayını 2 mislidir. Karbonlar arasındakı rabitələr 1, yəni 2, 1, elə də 3, bu da 3. 6 rabitəmiz var. Bu 6-nı vururuq 2-yə. 12 elektron karbonlar arasındadır. Yazıram, karbonlar arasındadır. Bir də karbonla hidrogen arasında olanda tutalım, karbonla hidrogen birləşir. Bu demək ki, bunun birini karbon qoyur. Birində hidrogen, tutalım, karbonundur, digəri hidrogenindir. Onda karbonla hidrogen arasındakı, yəni orada karbonun qoyduğu elektron isə elə hidrogenin sayı qədərdir. Hər hidrogenə bir dənə elektron. Onda neçə hidrogenimiz var? Bizim burada ümumilikdə 4 hidrogenimiz var. Deməli, 4 dənə də buradan elektron qoymuş olacaq. Ümumilikdə 12-si karbonla karbon arasında iştirak edən elektron var. 4 dənə də karbonla hidrogen arasında. Ümumilikdə olacaq 16. Yəni, mən bunu tam açıq formada yazsam, vaxt gedir də, bundan çox vaxt gedir. Belə məsəl üçün yazma olar ki, karbon, 4 dənə karbon çəkirəm. Və hidrogenlərin də düzə bir dənə ətrafında 2 hidrogen var. Bu 2 hidrogen, bunun 1 hidrogeni, bunun da yenə eyni də burada 1 hidrogeni. Aha. Karbonların qoyduğu elektronları yumru, yəni nöqtə şəklində qoyacağım. Hidrogenlər də x şəklində. Birin karbon qoyub, birin hidrogen. Karbon, hidrogen. Karbon, hidrogen. Karbon, hidrogen. Arada sonra xəttə rabitəyə çevrilirdi o. Ortada indi 2 qat idi deyə. Karbon 2 dənə karbon buradan, 2 karbon buradan. Burada tək qat idi. Burada deməli 3 qat olduğuna görə. Karbonçuları yumru qoyduq da. İndi bütün nöqtələri sayaq. Bax, karbonun burada qoyduğu elektronlar. Ortada görürsünüz 2, 4, 6, 8, 10, 12. 12-ni verirmi? Bayaq dedik 12-si karbonlar arasında. Karbonla hidrogen arasındakı nöqtələri. 1, 2, 3, 4. 4 də budumu? 12 ilə 4-ün cəmi 16-nı verirmi? Bəli. Deməli, burada bizim x-in cavabı, x oydu da. Birincinin cavabı olacaq. Buradan qeyd edirəm. 16. Sonra ikinci nədir? Polyar kovalent rabitənin sayı. Polyar kovalent rabitə burada karbonla hidrogen arasındakı
rabitələrdir. Yəni o da hidrogen sayı qədər. 4 hidrogen var. Xəttlə çəksək, burada məsələn üstlərinə xəttlə geçsək, karbonla hidrogen 1, 2, 3, 4. 4 dənə polymer karbonat rabitə var. Yəni Y-in qiyməti olacaq 4. İkinci deyil. Y-in qiyməti 4, ikinci başqa şey soruşur bizdən. Z-i də bilən müəyyən eləyək. İkincidə Z və Y fərqini soruşur bizdən. Z nədir burada? Rabitələrin yaranmasına iştirak edən qeyri-hibrid orbitaların sayı. Deməli, qeyri-hibrid orbitaların sayı olacaq pi-nin 2 misli, üstür belədir də, üzərinə hidrogen. 2pi plus hidrogen. Pi-miz nə qədərdir? Biri 2 qatın içində, ikisi 3 qatın içində, toplam 3 pi rabitəmiz var. 4 dənə hidrogen var. Yerinə qoyaq. 2-ni vuraq 3-ə, üzərinə gələk 4. Bu da eləyəcək 10. Deməli, burada Z-in qiyməti də 10 olur və bizdən Z minus Y fərqini istəyir. Yəni 10-dan da 4-ün çıxanda 6 eləyəcək ikincinin cavabı. Bu da oldu. Deməli, ikincinin cavabı 6. Sonra gələk 6-cı suala. NH3 molekulunda kimyəvi rabitələrin yaranmasında iştirak edən elektronların sayını və hibrid orbitaların neçə faizinin rabitələrin yaranmasına iştirak etdiyini hesablayın. Əvvəlcə deməli biz NH3-ü açıq şəkildə göstərsək rabitələrin. Burada deməli azot sp3 hibridləşmə halındadır. İndi bizə deyir kimyəvi rabitənin yaranmasına iştirak edən elektronların sayını. Deməli bu rabitənin sayının 2 misli deməkdir də. Yəni burada 3 rabitə varsa, hər rabitədə 2 elektronla yaramsa, deməli rabitənin sayının 2 misli qədər, yəni 3 rabitəni vuruq 2-yə, 6 elektron rabitə əmələ gəlmədə iştirak edir. Aha, bu oldu birincinin cavabı. Birinci 6. Və hibrid orbitallarından neçə faizinin rabitənin yaranmasına iştirak etdiyini hesablayın. Deməli, NH3-də baxırıq ki, sp3 hibridləşmə halındadır. sp3-dən də 4 hibrid çıxır. Yəni, ümumi hibridi 4-dür. Rabitə yaranmasına iştirak edən hibrid qısa yazıram. Rabitə hibrid. Yəni, rabitənin yaranmasına sərf olunan hibrid isə rabitənin sayı qədərdir. Neçə rabitə var? 3 dənə. Deməli, 4 hibridin 3-ü rabitəyə sərf olunub. 3 4-ün neçə faizini təşkil edir? Biz onu tapmalıyıq. 3-ü bölürük 4-ə, vururuq 100-ə. 75%. İkincinin də cavabı olacaq 75%. 7-ci suala baxaq. Maddələr CH4 və H2O-dur. Rabitələrin yaranmasında iştirak edən hibrid orbitalların sayı, bir də hibrid orbital. Yəni yenə burada həm rabitə yaranmasında iştirak edən hibrid, həm də ümumi hibrid tapılmalıdır hər iki maddədə. Sonra cəmlənəcək, hər ikisində cəmlənib qoyulacaq ora. Deməli, baxıraq, əvvəlcə CH4 yazaq. CH4-də açıq şəkildə yazanda H. Deməli, burada karbon sp3 hibridləşmə halındadır. Biz burada desək ki, ümumi hibrid nə qədərdir? sp3-dən 4 hibrid çıxır, deyərik 4. Bəs rabitə əmələ gəlmədə iştirak edən hibrid, rabitə, hibrid, belə yazıram. O nə qədərdir? Neçə rabitə var burada? Karbon 4 dənə rabitə birləşir. Deməli, elə bu da 4-dür. Bu o deməkdir ki, 4-ü də rabitə əmələ gəlmədə iştirak edir metanda. Metanda bu şəkildədir. Deməli, 4 dənə rabitənin, yəni sp3 hibridin sayı da 4-dür. Onun 4-ü də rabitə əmələ gəlmədə iştirak edir. Belə, gələk bir də H2O haqqında deyək. Amma NH3-də də necə idi? NH3-də də ümumi sp3-dən 4 hibrid çıxırdı, amma onun 3-ü rabitə əmələ gəlmədə iştirak olunurdu. Bu 3 maddənin 3-ü CH4-dür, NH3-dür, bir də H2O-dur. Çox vaxt eyni bir sualda da iştirak edir. Yəni, bu 3 maddəni həmişə soruşurlar. Hamısında sp3-dür. Suda da, metanda da, ammoniakda da. Hamısında ümumi hibrid 4-dür. Amma rabitə əmələ gəlmədiyəndə burada 3 oldu, 3 rabitə var. Metanda 4 oldu, çünki 4 rabitə var. İndi bir dənə suyu da yazaq. Deməli, suda olacaq H2O. Burada da yenə oksigen sp3 hibridləşmə halındadır. Ümumi hibrid, olacaq 4, çünki sp3-dən 4 hibrid çıxır. Amma rabitə əmələ gəlmədə iştirak edən hibrid deyəndə 2 rabitəmiz var bizim burada. Deməli, olacaq 2. Bu da oldu 2. İndi bunları 2 qeyd elədik. İndi biz əvvəlcə rabitənin yaranmasına iştirak edən XO-dur. Baxaq, rabitənin yaranmasına iştirak edənləri bənövşəyin dairə alıram. 4 bundadır, 2 bundadır. Deməli, nə qədər eləyəcək sənin X-in qiyməti? 4 üstə gəl 2, bərabərdə 6. Deməli, X-in qiyməti oldu 6. Y isə ümumi hibridlərdir. Baxaq, ümumilərə. Ümumi 4, burada da 4. Yəni, Y də bərabərdir 4 plus 4. 8, bu da Y-in qiyməti.
Deməli 8-ci sualda deyir, etan, etilen keçidi zamanı valent bucağının qiyməti və hibrid ortaların sayı necə dəyişir? Artırmı, azalırmı, dəyişmirmi? Onu qeyd etməliyik. Deməli etan, yazaq etanın ümumi formulu CH3, açıq formada yazdım CH3 və etilen. Etilen də CH2, 2 qat rabitə CH2. İndi valent bucağı, deməli burada sp3 hibridləşmə halındadır etanda. Etilende isə karbonlar sp2 hibridləşmə halındadır. sp3 olanda 109 dərəcə 28 dəqiqə, sp2-də isə 120 dərəcə olur valent bucağı. Və biz görürük ki 109-dan 120-yə gələndə nə edəcək valent bucağı? Artır. Yəni birinci olacaq artır. Birinci artır və hibrid ortaların sayı. Gələk indi hibriddən. Birinci bax, etandakı hibrid sp3, sp3, 4, 4, 8 hibrid var. Etilende isə sp2-dən 3 hibrid çıxır da, 3, 3, 6 hibrid var. Neynədir 8-dən 6-ya gələndə? Azaldı. Deməli, ikinci də azalır. Birinci artır, ikinci azalır. 9-cu suala baxaq. Burada asetilen və CO2 molekullarında deyir, karbon atomlarının hibrid orbitallarının və sigma rabitələrinin cəmini hesablayın. Asetilen CH3 qat rabitə CH. CO2 də açıq biraz ortadan çəkək. CO2'nin də açılışı budur. Deyir, karbon atomlarının hibrid orbitallarının və sigma rabitələrinin cəmini hesablayın. Deməli, gəlin birinci hibrid orbitalına baxaq. Burada sp, sp. Yəni ümumilikdə hibridin sayı neçə olacaq? 2, 2, 4 hibrid. Digərindən karbon sp-dir. Hibrid elə olacaq 2 hibrid. İndi sigma rabitə. Sigma rabitə, deməli aşağıda da yazaq sigma. Sigma rabitə asetilində 3 qat rabitənin biri sigmadır, ikisi pi-dir. Bir də C ilə H arasında belə çəkilsə, açılsa ayrıca. Belə açmıram mən. Hidrogen kənarda yazmalıyım. Sol tərəfdə yazılmalıdır. Soldakı hidrogen. Yəni bir sözlə hidrogenin sayı qədər rabitə olur. Bir də orta 3 qatında biri. Elədi neçə? Ümumilikdə 3 dənə sigma. Bunun sigması 3-dür. Aşağıdakı da hərəsinin hər tərəfdə bir pi var, bir sigma var. Və sigma, sigma. Burada da sigmanın sayı 2 oldu. İndi hibrid orbitalların və sigma rabitələrin cəmidir. Birinci hibrid. Hibridlərin cəmi 4 ilə 2-nin cəmi neçə olacaq? 6. İkinci sigmaların cəmi 3 ilə 2-nin cəmi neçə olacaq? 5. Gələk 10-cu suala. 10-cu sualda da deyir ki, cədvəli tamamlayın. Elektron ümumi sayı və mis 29N. Yəni mis burada hər hansı bir iyondur. Yəqin ki, iyon əmələ gətirir. Ya iyon olmaya da bilər. İndi onu biz görəcəyik burada. Yazıram ki, əvvəlcə misin paylaşmasını yazaq. 29 paylaşdıraq. 1s2, 2s2, 2p üstü 6. 3s2, 3p üstü 6. İndi 4s2, 1, 3d üstü 10 belədir. Amma mən silirəm d ilə s-in üstün. Çünki bilmirəm biz burada bir elektron verib. Bir elektron versə 4s1 gedəcək. İkisini versə, ya 1 verə bilər ya 2. İkisini versə d-dən də 1 çıxar, d-də 9 qalır. Onu bilmirik. Ya da ki 0-dır, heç nə verməyib. Amma yəni biz burada nədən başlayırıq? S-in sayı burada deməli x-dir. S-in sayı x-dir. Yəni bu iyondursa bu verməlidir. O S-1 onsuz da verməlidir. Qalan S-lərimiz nə qədərdir? 2, 4, 6. Aha. Biz onu burada deyə bilərik ki, x-in sayı 6-dır. Məsəl üçün, görək belə uyğun gəlir. Tutalım 4s1 verib. P-nin sayı 12, bəli. Onsuz da P-lərimiz 12-dir bizim də. D də x plus 4. D-miz də x 6-dırsa, D-nin sayı onda 6 plus 4 bərabərdir 10. Bu o deməkdir ki, D elə 10 olaraq qalıb, D-dən elektron verməyib. Deyərsiniz, bəlkə heç S-i də verməyib. S-i verməsə axı bu ifadə D-də uyğun gəlməz. Tutalım S-i verməyib, x-in qiyməti 7 olsa, D-də 7 ilə 4-ün cəmi 11 ola bilər? Xeyr, ola bilməz. Deməli, elə 4S-dəki elektronu biri veribdir, 4S yoxdur artıq. Sonu bu şəkildə tamamlanır. İndi bizə deyir ki, x-in qiymətini, x-i biz 6 tapmışıq. Bu deməli, x-in qiymətidir. Birincinin cavabı 6. Bir də nəyi soruşur? N-i müəyyən edin. İndi bir elektron veribdirsə, deməli, mis üstü müsbət yüklənib. Yəni, N-in qiyməti nədir? Müsbət 1-dir. İkinci də olacaq müsbət 1.
Deməli 11-ci sualda da üzvü maddə üzərinə kalium hidroksidin spirtdə məhluluna təsir ediblər. Bunu silək işlənə. Deməli yazırıq reaksiyanı. CH2 bir dəqiqə CH2 brom CH2 CH3 üzərinə gəlib kalium OH-ın spirtdə məhlulu ilə təsir edir. Deməli burada kalium bromla birləşəcək. Onu verib. Aşağıda kalium xlorla veriblər, səhv ediblər. Yəni burada bromla birləşib kalium brom olmalıdır bu. Ya onu bu tərəfə xlor versinlər, ya da oranı brom versinlər. Deməli kalium bromla birləşir. Kalium brom plus H da OH-la birləşir. Sualə gətir hansı H? Hardan çıxacaq? Bromba bu qonşu karbonun hidrogenin biri çıxacaq. Və burada ikinci qat yaranacaq. Yəni bu belə deyim də alkenin alınmasıdır. Biz onu üzvü kimi də alkenin alınmasında keçirik. Deməli alınan maddəmiz olacaq CH2, 2 qat rabitə CH, CH3 bu maddə alınır. Yəni bu X maddəsidir. İndi X-in üzərinə də xlor gələndə, gəlin bir də aşağıda yazaq. Bunun üzərinə elə yazıram plus xlor 2. Görək buradan nə alınır? Buradan da alınacaq pi rabitə qırılır, hərəsindən bir xlor birləşir karbonların. CH2 xlor, tək qat rabitə, CH xlor və CH3. İndi bizə deyir ki, Y molekulunda, bu da oldu Y maddəsi. Y molekulunda birinci və ikinci karbon atomlarından oksidaşma dərəcəsini müəyyən edin. Söhbət bundan gedir hal-hazırda ki, Y-də birinci, ikinci. Bir dənə nömrəliyək. Xlor yaxın olan yerdən nömrəni düzürük. 1, 2, 3. Birinci karbon oksidaşma dərəcəsi. Yəni, bu dairəyə aldığım. Bunu soruşur. İndi aşağıda yazıram onu. Yazıram ki, CH2 xlor. Bu birinci karbonda. Hidrogeni yazıram. Müsbət 1, xlor mənfi 1. Karbon X. X plus 2 minus 1 bərabərdir 0-a. X də bərabərdir mənfi 1-ə. Birincini mənfi 1 tapdıq. İkinci karbon. İkincidə, yenə işarə edirəm. CH xlor. CH xlor, aşağıda yazıram CH xlor. Burada hidrogen müsbət 1, xlor mənfi 1. Elə bunlar toplamda 0 verir. Deməli, X bərabər olacaq 0-a. İkincidə isə karbon oksidaşma dərəcəsi 0-dır. Deməli, 12-ci suala baxaq. Burada deməli maddəni verib. Hər iki maddənin deməli 1 molda olan rabitələrin mol sayı. İyon rabitələrin cəmi 7-dir. Deməli, kovalent rabitələrin cəmi də 17-dir. N və M-i hesablayın. Biz əvvəlcə aşağıdakı maddə indeksləri bəlli deyil də, yəni. Amma yuxarıdakı maddə natrium dihidroortofosfat duzludur. Biz orada həm iyon rabitənin, həm kovalent rabitənin sayını müəyyən edə bilərik. Onun üçün bilsək, bu cəmi iyon və kovalentdən ona düşən payı çıxarıq, yerdə qalan da digər duzununki olacaq, onu da biləcəyik. Sonra da N-əni taparıq. Yəni, mərhələ şəkildə ard-arda hesablamalarımızı aparaq. Və birinci yazaq natrium H2PO4, natrium dihidroortofosfat. Burada iyon rabitəni necə tapırıq? Metalın valentliyi 1-dir, indeksə 1-dir də. 1-i 1-ə vururuq. Deməli, iyonun sayı olacaq 1. Kovalenti də indi iki cür tapa bilərik. Ya ümumi rabitəni sayı taparıq, ümumini taparıq. Ümumidən iyonu çıxarıq, yerdə kovalent qalır. Ya da birbaşa kovalenti tapa bilərik əslində. Və indi birbaşa kovalenti necə tapırıq? Burada fosforun oksidaşma dərəcəsi müsbət 5-dir. Hidrogenim olsa yanında üstünə gəlirik o 5-i. Yoxdursa təkcə 5-i götürürük. Hidrogenin sayı 2-dir. 2-nin də gələndə 7 kovalent var burada. Burada 7 kovalent var. İndi o 7 kovalenti qıraqdan yazıram 7 kovalent. İndi digər yolla tapacam. İndi ümumi rabitəni tapaq. Ümumi rabitəni tapmaq qaydası belə turşularda, duzlarda oksigen valentliyin sayına vururuq. Oksigen 2 valentlidir, sayı da 4-dür. 2-ni vururuq 4-ə. Ümumi 8-dir. Kovalenti də tapanda 8-dən, yəni ümumidən birini çıxırıq. 2 cür rabitə var da burada. İyonun kovalenti. İyonu çıxanda ümumidən. Yerdə qalır 7 dənə kovalent. Deməli, iyon 1-dir, kovalent 7-dir. Həqiqətən 7 kovalenti bayaq biz başqa qayda ilə tapdıq. İndi baxırıq ki, bu cəmi 7 iyon var. O 7 iyonun biri, bunun qarşısına yazıram 1 iyon. Biri bunundursa 6 iyon da bunda olacaq. 7-dən birini çıxdıq 6. Sonra gələk kovalentə. Biz kovalenti tapmışıq 7. Cəmidə 17 kovalent var. 17-dən 7-ni çıxanda, bu 7 kovalent bunun da qarşısına yazıram. Yazıram 7 kovalent. 17-dən 7-ni çıxanda 10 kovalent də bununki olacaq. Hər ikisini bildik artıq. İndi ikinci maddəni yazırıq. Metal M, PO4, N.
Burada belə deyək də, əgər kovalent 10-dursa, bayaq dediyim qaydanı burada tətbiq eləyəcəyik. Dedim fosforun oksidaşma dərəcəsi. Fosfor burada müsbət 5 oksidaşma dərəcəsi göstərir. İndi qalığın sayı, əgər mötərizədə burada bir rəqəm varsa, ona da vurulur, tapılır kovalentin sayı. Deməli 5-in eynə vurulmuşu olacaq 10. Çünki cədvəldə də qeyd eləmişik ki, bu maddədə 10 kovalent var. Mötərizədə indeksinə rəqəm olmasa elə 5 kovalent olur. Yox, mötərizədə rəqəm olanı vurulur. Hətta içəridə hidrogen var, hidrogenin üstünə gəlib vuraraq, yəni bu şəkildə. Deməli 10 kovalent varsa, 5-i n-ə vuranda 10 eləyibsə, n olacaq ki, n2-dir, qoyaq yerinə. Və n2-dir. Bu n-i silirəm, yerinə yazıram 2, artıq indi tapdıq bunu. O 2 burada metalın valentliyidir. Valentliyidir ki, çarpaz şəkildə buraya yazılıb. Onda biz ion rabitəni necə tapırıq? Metalın valentliyi vururuq sayına. Yəni 2-ni vursaq indeksindəki m-ə, ionu taparıq. Və 2-ni vursaq m-ə, taparıq ion. İon neçədir? 6-dır. Onda buradan m nəyə bərabər olacaq? 6-nı 2-yə böləndə 3. Belə. N'imiz oldu ki, m'imiz 3. Birincinin cavabı olacaq 2, ikincinin cavabı 3. Belə. Gələk 13-cü suala. 13-cü sualda maddəni bir dənə qeyd edək. Yenə bu vinil asetilen maddəsidir. Maddəni verib deyir, molekulunda sp hibrid orbitalların sayı bütün hibrid orbitalların sayının neçə faizini təşkil etdiyini və molekulda qeyri-hibrid orbitalların sayını hesablayın. Deməli, burada gəlin hibridləşmələrini qeyd edək. SP hibrid olanlar, yəni bunlardır. Digərləri SP2-dir. İndi deyir, sp hibrid orbitalların sayı. Sp hibrid orbitalların sayı nə qədərdir? 2 dənə sp olan karbonumuz var, hərəsindən də 2 hibrid çıxır. 2, 4 dənə sp hibrid orbital var. İndi ümumi orbitallarda tapaq da ümumi hibrid orbitallar, yəni ümumi orbital deməyək. Ümumi orbital deyil, orada qeyri-hibriddə gedir. Bütün hibrid orbitalları, yəni ümumi hibrid orbitallarını da bir dənə müəyyən edək. O da sp-dən 2 bundan çıxsa, 2 bundan çıxsa, 3 bundan, 3 bundan, cəmi 4, 6, 10 eləyəcək. 10 dənə də nə oldu? Ümumi hibrid orbitalı. İndi birinci soruşduğu odur ki, bizdən deyir, sp hibrid orbitalları bütün yəni hibrid orbitalların neçə faizini təşkil edir? Yəni 4 onun neçə faizini təşkil edir? 4-ü ona bölüb 100-ə vururuq. Olacaq 40%. Bu oldu birincinin cavabı. Deməli birinci 40-dır. Və molekulunda qeyri-hibrid orbitalların sayını hesablayın. Baxaq qeyri-hibridə. Qeyri-hibridi tapmaq üçün ikinci 2pi üstəgəl hidrogen. Düsturumuz budur. Pi'miz burada 3 qatda 2 dənə pi var. 2 qatda da 1 dənə. Cəmi 3 pi'miz var. 4 dənə də hidrogenimiz var. Yerinə qoyaq. 2-ni vururuq 3-ə. Üstünə də gəlirik 4-ə. 6 ilə 4 cəmi eləyəcək 10. İkinci də qeyri-hibridin sayı olacaq 10. 14-cü suala baxaq. Deməli burada metal N P2O7. Bir metalın valentliyi 1-dir. Yazıram üstünə 1. Bəs P2O7 qalığının valentliyi neçədir? Deməli bu P2O7, yəni o dəqiqə biz bunu tanımalıyıq ki, bu H4P2O7 pirofosfat turşusunun qalığıdır. Bunun 4 dənə hidrogeni yoxdursa, 4 hidrogen ayrılıbsa, bu qalığın üstündə ionun yükü 4 mənfi olacaq. Yəni valentliyi olacaq 4. Yəni ionun yükü neçədir? Valentliyi də odur. Onda çarpaz yazılanda bir bura görürsünüz yazılmayıb, ora boşdur. Yazılsa mötərizə yanlardır. 4 də bura yazılmalıdır. Yəni o nə deməkdir? N'in qiyməti neçədir? N'in qiyməti 4-dür. Deməli birinci N'in qiymətini soruşur, birincinin cavabı 4. Və maddənin 1 molunda olan atomların mol sayı. İndi N'i silirəm, yerinə yazıram 4. Tam olaraq hesablayaq atomların sayını. Olacaq 4 plus 2 plus 7. 6, 7, 13. Deməli, ikincinin də cavabı olacaq 13. Atomların mol sayı 13 eləyəcək. 15-ci suala baxaq. Deməli, burada maddə alkindir. Bir də aldehiddir. Alkində karbon atomu sayını bizə verib N. Yəni, alkinin ümumi formunu yazaq. CnH2n -2. Burada karbonun sp3 hibrid orbitalarının sayını 16 verib. Karbonun sp3 hibrid orbitalarının alkində, yəni necə müəyyən edərik? Yəni ona necə düstur tərtib edərik? Biz bilirik ki, alkində bir dənə 3 qat rabitə var. Ona görə 2 dənə karbon sp-dir. Qalan karbonlar davam eləsə əgər sp3-dür.
Üzülür sayın zəng gəlmişdir. Deməli, davam eləyək. Yəni deyirdim ki, burada alkində bir dənə 3 qat rabitə olur. Həmin karbonlar sp hibridanda olur. Amma qalanları isə sp3 olur. Nə yazmışam bura? sp3 yazdım, yerdə zəng gəlir. Deməli, sp3, qalanları sp3 olur. Yəni bunu belə qurarıq ki, alkində sp3 hibrid ortamların sayı, tutalım alkində indi n-dir də bizim karbonumuzun sayı. Bu n-dən 2-ni çıxarıq. Yəni bu 2 dənə karbon sp3 deyirlər. sp-də o məqsədlə bu 2-ni çıxıram. Yerdə qalanı da vururam 4-ə. 4-ə niyə vurdum? Çünki sp3 qalanları sp3-dür. sp3-dən də 4-ə 1 çıxar. Yəni karbonun sayının ikisi, yəni sp olduğuna görə çıxıram. Yerdə qalan karbonun sayını 4-ə vururam. Hər karbona 4-ə 1 çıxır. Söhbət sp3-dən gedir. 16 verib bizə. Deməli, buradan da bunu da bərabər eləyərik. Yəni bu ifadəni 16-ya. Buradan n-2 bərabər 4-ə, n də bərabərdir 6-ya. Deməli, biz burada n-in qiymətini 6 tapdıq. Yazıram n-in qarşısına bərabərdir 6. Aha, indi biz burada n-in qiyməti 6. Bizdən nəyi soruşur? İndi deyir, doymuş aldehid. Həm də burada y bərabərdir 2n. Belə bir ifadə verib. Gəlin, yəni onu da bir dənə müəyyən edək görə y-imiz neçədir? Deməli, y-imizin də qiyməti olacaq. Yazaq burada. Y bərabərdir 2n. Yəni 2-ni vururuq 6-ya. 12. Y-in qarşısına yazıram, bərabərdir 12. Aha, bu 12 da nəyi göstərir burada? Aldehiddəki sp3 hibrid ortalığın sayını göstərir. İndi gəlin aldehidin ümumi formulunu yazaq. Deməli, aldehidin ümumi formulu olacaq belə. Əvvəlcə bizdən x-i soruşur. X burada nəyi göstərir? Karbon atomu sayı. Aldehiddəki karbondur. Deməli, aldehidin ümumi formulunu bir dənə yazaq. Yazırıq ki, Cn H2n o. Burada bizə yenə hibrid, əgər sp3 hibrid ortalığına yəni bir düstur yaratsaq, yenə aldehiddə deməli belə 2 qat rabitəli bir dənə karbon var. Bu karbon sp2-dir. Onda qalanlar amma bütün karbonlar sp3-dür. Burada da belə bir yəni münasibət qurarıq ki, yazarıq ki, deməli karbonun sayından n-dən çıxarıq həmin o biri, çünki bir dənə karbon sp3 deyil. Qalanı vurarıq 4-ə. O da bərabər nəyə? Buradakı hibrid sp3 hibrid nə qədər? 12, 12-yə. Buradan n-1 bərabərdir 3-ə, n də bərabərdir 4-ə. Aha, bu oldu burada deməli. N-in qiyməti 4. Bu aldehiddəki karbonun sayıdır. Elə bizə karbonun sayı x verməyib aldehiddə. Mən karbonun sayını neçə tapdım aldehiddə? 4 tapdım. Deməli, x-in qiyməti 4-dür. Bu birincinin cavabı. Sonra deyir, alkin molekulundakı bir dənə alkinə baxaq. Alkində karbonun sayını neçə tapmışdıq? Yine 6 tapmışdıq. Alkin formulunda bir dənə yerinə qoyaq altına. Olacaq C6H10. Deməli, bizim alkinimiz olacaq C6H10. İndi alkin molekulunda qeyri-polymer kovalent rabitənin sayını. Burada qeyri-polymer kovalent rabitənin sayı karbonla karbon arasında, deməli, karbonun sayına bir əski sigma rabitə var, 2 dənə də pi rabitə var. Bu da karbon sayına 1 artıq deməkdir. Bir sözün alkində karbon sayına 1 artıq qeyri-polymer kovalent rabitə olur. Lap göstərə bilərik. Məsəl üçün 1, 2, 3, 4, 5, 6. Biri məsələn 3 qatdır da. İndi harada yerləşir, necə quruluşu fərqi yoxdur. Mən düz zəncir çəkdim. 3 qatda birinciyə qoydum. İndi sayın rabitələri 3, 4, 5, 6, 7. 7 dənə nə var burada? Qeyri-polymer kovalent rabitə var. Bu da oldu alkində qeyri-polymer sayı. İkincinin cavabı 7. Və aldehidin nisbi kütləsini hesablayın. Aldehidimizin bir dənə formulunu yazaq. Bax, n oldu 4. Bir dənə burada qoyaq yerinə. CnH2n 4-də olacaq C4H8O. Yazaq. Deməli yazırıq emil C4H8O. 12-ni 4-ə 48 üzərinə gəlirik. 8 üzərinə gəlirik 16. Olacaq 72. Bu da oldu deməli üçüncünün cavabı. 72. On 16-cı suala baxaq. 16-cı sualda əvvəlcə asetilen üzərinə asetilen gəldilər. Yazaq C2H2 plus C2H2. Buradan alınır vinil asetilen. CH3 qat rabitəsi CH2 CH2. İndi bizə deyir ki, x-in üzərinə də 1 molda H klor gəlir. Bu x maddəsidir. İndi üzərinə H klor gəlsək,
Burada yazan plus H xlor. Görə burada nə alınır? Buradan da alınacaq xlorpren. 3 qat rabitə, orada pi rabitənin biri qırılacaq 3 qatdakı pinin. Hidrogen bura birləşir, xlor da bura birləşir. Belə olacaq. Deməli CH2 2 qat rabitə C xlor CH 2 qat CH2. İndi bizə nəyi soruşur? Deyir X-in molekulunda bu maddə nə oldu? Y maddəsi oldu. X-in molekulunda kimyəvi rabitənin yaranmasında, yəni söhbət burada X maddəsinin vinil asetilindən gedir. Orada kimyəvi rabitənin yaranmasına iştirak edən hibrid orbitaların sayını. Hibridlərin sayını istəyirsə, deməli rabitənin yaranmasına iştirak edən hibrid orbital. Baxaq. Burada deməli yazırıq SP düzəltdə hibridləşmələrin X maddəsində. SP2 SP2. SP-dən 2 hibrid çıxır. 2, 2, 4. SP2-dən də 3 çıxır. 3, 3, 6. Toplam deməli neçə eləyəcək? 10 hibrid. Birincinin cavabı olacaq 10. Sonra ikinci. Və Y molekulunda rabitələrin yaranmasına iştirak edən P elektronların sayını. Y-dəki P elektron sayı. Ümumiyyətlə P elektronu deyəndə həmişə P-nin 2 mislini götürürük. Bir də əlavə əgər orada P elementi varsa, məsələn xlor P-dir. Onu da üzərinə gəlir. Deməli, pi rabitə, tutalım 2 dənə burada pi rabitə var Y-də. Tutalım deyən 2 pi rabitə var. Hər pi-də 2 dənə elektron var. Pi-nin yaranması 2 dənə P elektronu. 2, 2, 4 o eləyəcək. Bir dənə də xlor. Bir dənə də xlorunku. Olacaq cəmi 5. Yəni xlor da P elementidir. Ona görə xlor, fluor, brom, halogenlər bu şəkildə, yəni onu da nəzərə alaraq. Ümumilikdə burada olacaq deməli 5 dənə. İkincinin qiyməti, yəni P elektron sayı olacaq burada 5. Keçək 17-ci suala. Deyir, alifatik karbhidrogen molekulunda rabitələrin əmələ gəlməsinə iştirak edən qeyri-hibrid orbitalların sayı hidrogen atomlarının sayından 4% çoxdur. Deməli, ümumilikdə, belə deyək də, qeyri-hibrid orbitalın sayını tapanda bizim belə bir düsturumuz var da. Pi üstəgəl hidrogen. İndi bizə deyir ki, qeyri-hibrid orbital sayı hidrogen atomun sayından, bu hidrogendən 4% çoxdur. Deməli, bunun yerində 4 durur. Hidrogendən 4% çox, yəni hidrogen üstəgəl 4. Deməli, 2pi üstəgəl hidrogen düsturunda hidrogen üstəgəl 4, yəni 2pinin yerində 4 durur o deməkdir. Onda 2pi əgər 4-dürsə, pinin sayı da olacaq 2. Deməli, burada 2 dənə pi rabitə var. Elə bizdən də pi rabitənin sayını soruşur. Birinci olacaq ki, və 2 molun tam hidrogenləşməsinə sərf olunan hidrogenin həcmini hesablayın. Normalda, yəni bunun 2 pi rabitəsi varsa, bu maddə bilmirik hansı maddədir. Sadəcə onu bilirik ki, 2 pi rabitə var. 2 pi rabitə saxlayırsa 2 mol hidrogen birləşdirir özünə. Və neçə pi rabitəsi var? Söhbət 1 molundan gedir hal-hazırda maddənin. Maddənin 1 molunun içində neçə pi rabitə varsa, həmin qədər molda hidrogen birləşdirir özünə. İndi maddənin 1 molu özünə 2 mol hidrogen birləşdirir. Bəs bizə şərtdə 2 mol deyir. 2 molu nə qədər hidrogen birləşdirər? X. Bu da olacaq 4 mol hidrogen. Amma bizdən litrlə istəyir həcmini. 4-ü də vuracaq 22,4-ə. 89,6 litr olacaq cavabımız. Bu da oldu deməli ikincinin cavabı. 18-ci suala baxaq. Kalium hidroksidin ortofosfat turşusu ilə əmələ gətirdiyi duzlar. Deməli, kalium hidroksidin ortofosfatla 3 cür duzu əmələ gələ bilər. Yəni, burada kalium hidroksidi mol sayından asılı olaraq 1 mol girə bilər, 2 mol, 3 mol girə bilər, 3 cür duzu alına bilər. Bu duzları bir dənə qeyd eləyək, yəni hansılar alına bilər? Deməli, kalium H2PO4, əgər 1 mol kalium OH girərsə reaksiyaya bu alınır. 2 mol girərsə kalium 2HPO4 alınır. 3 mol girərsə kalium 3PO4 normal duz. Birinci və ikinci tuş duzdur, üçüncü normal duzdur. Burada da bir dənə fikir verin. Hidrogen kütləsi 1-dir, kalium amma 39-dur da. Yəni hansının emiri daha yüksəkdir, daha böyük olaraq. Nə qədər kalium çoxsa o qədər. Ən aşağıdakından. İndi bəs bu cədvəldə baxaq. Neçə molekul kütlələrindən hansı daha yüksəkdir? Əlbəttə ki, A plus 38. Deməli, A plus 38 olan X maddəsi elə ən aşağıdakı maddədir. Bax, bu X maddəsidir. Belə müəyyən elədik. Qarşısına yazıram A plus 38. Onda biraz kalium az olan, kalium 2 olan, o da biraz emiri kiçik olan. Yəni A plus 38-dən bir 38 əski A olan, yəni Z. Ortadakı Z-dir. Ən kiçik A minus 38-dir axı. O da deməli kaliumu ən az olan, yəni Y maddəsi də budur. Kalium H2PO-dur. Yəni Z-in qabağında yazaq
A, bu da olacaq A minus 38. Belə. Bizə deyir A-nı müəyyən etməliyik. A-nı müəyyən etmək üçün elə bu ortadakı maddənin emerin, bax bu maddənin emerini hesablasaq A-nı müəyyən edərik. A bərabərdir, bax qarşısına yazıram. Kalium 39-dur, 2 vuranda eləyəcək 78. Bir də HPO4. H3PO4 özü orta fosfatın emiri 98-dir, bütöv, yəni əzbərdən deyirik. 98-dən də 2-ci çıxanda qalır 96. Bu cəmdə eləyəcək 174. Aha, bu oldu A-nın qiyməti. Birincinin qiyməti 174. Sonra Y-in bir molda olan polyar karbonat rabitənin mol sayını. Baxaq Y-ə. Y aşağıda təkrar yazıram. Y maddəsi. Hansı maddə idi? Deməli, kalium H2PO4. Burada polyar karbonat rabitənin sayı. Bayaq dedim ki, polyar, məsələn, oksidaşma dərəcəsini bilirsinizsə, mərkəzi atomu tapa bilirik də. Onun üzərinə yanında hidrogen varsa, hidrogenin sayını gəlirik. 5 üstə gəl 2, 7 kovalent var burada. 7-dir. Yəni, burada cavabımız 7. Və yaxud başqa necə tapa bilərik? Yəni, ikincinin cavabını burada 7 yazıram. Sadəcə digər üsulla da tapaq. Burada ion, ümumi və kovalent bu şəkildə bir dənə qeyd edək. İon rabitəni tapanda metalın valentliyi 1-dir. İndeksinə 1-ə vuranda 1 ion var. İmumini tapanda oksigen valentliyi 2-dir. Vururuq sayına 4-ə. 8-də imum var. 8-dən də 1-ci çıxanda 7-də kovalent var. Belə də tapa bilərik 7-ni. Sonra deyir ki, Z-in kimya formulu müəyyən edin. Z-dəki burada baxırıq. Kalium 2 HPO4. Üçüncünün də cavabı olacaq kalium 2 HPO4. Sonra deməli 19-cu suala baxaq. Deyir, molekulunda bir asimetrik karbon atomu və minimal sayda karbon olan doymuş bir atomun spirtin sinflərarası izomerinin molekulunda nəsə damı sonra oxuyarıq. Hələ bir dənə quraq verir bu spirt hansı spirtdir ki, həm bir dənə asimetrik karbon atom var, həm minimal sayda. Yəni mümkün qədər karbonun burada ən kiçik istifadə, yəni ən az istifadə edəcək sayın və spirt dediyinə görə burada OH qrupu da olacaq. Gəlin quraq. Və bu karbon olsun asimetrik karbon atomu. Yəni bu bölmə ümumiyyətlə sırf üzvü kimyada belə deyil. Yəni üzvü kimyanı keçənlər burada məni başa düşəcək. Amma keçməyənlər burada bilməyəcək ki, bu asimetrik karbon nədir, bu necə qurulur. Deməli burada karbon bir dənə asimetrik karbondur. Spirt dediyinə görə buna bir dənə OH birləşdiririk. Minimal sayda dediyinə görə birləşdirdiyimizin biri də olsun hidrogen. Artıq 2 dənə birləşdirmişik. 4 tərəfi də müxtəlif olmalıdır bu karbonun asimetrik olması üçün. Bir dənə metil, bir dənə də etil. Ən kiçik radikallar. Belə bu spirt əldə elədik. İndi bu spirt oldu C4H9OH qapalı desək. İndi bu spirtin siniflər arası izomerindən söhbət gedir. Spirt nə ilə siniflər arası izomerliyə əmələ gətirir? Bilirik ki, sadə efirlərlə. Sadə efir quracaq. 4 karbona malik olan sadə efir. İndi o da deyərik ki, hansı sadə efir quraq? Yəni 2 cür qura bilərik bunu. 2 cür yox, 4 dənə karbon var da, hətta 3 cür qura bilərik. Amma mən məsəl üçün dietil efiri bunu quracağam. Bunun rabitənin sayına fərqi yoxdur da. Sadə efirdir. Kənarda radikalları eyni qoydum. Dietil efiri yazdım. Ya metil propil efirdə yazma olardı. Metil izopropil efirdə yazma olardı. Bunun yenə də rabitəmizin sayı eyni olacaqdır. İndi burada deməli baxırıq ki, bizdən nə istəyir? Həmin bu izomerdə qeyri-polyar kovalent rabitənin sayı. Qeyri-polyar kovalent rabitə üzərinə qırmızı ilə gedirəm. Bir budur, bir də budur. Digər ortadakılar polyardır, oksigenlə karbon arasındadır çünki. Deməli 2 dənə. Birincinin cavabı olacaq ki, və 0,2 molunun yanmasından alınan suyun kütləsini. Gəlin bunun formulunu toplayanda. Bu eləyəcək, artıq bunu C4 deməli, spirtin molunu deyir, yoxsa izomerinin fərqi yoxdur, onsuz da eynidir formulları. Bir dənə baxam. İzomerinin molekula qeyri-polyar rabitəni və sonra heç nə. Yəni C4H9OH yaza bilərik, C4H10O da yaza bilərik. Əgər sadə efir kimi yazırıqsa C4H10O yazarıq. Onun heç bir fərqi yoxdur. Buradan alınan su qısa tənliklə yazıram. Yanma reaksiyasını tam yazmıram da. Bilirik ki, üzərinə oksigen gəlir. Buradan alınır karbon qazı ilə su. Mən birbaşa ilə suyu yazdım və bir dənə 5 yazsam düzələr. Hidrogen sayı 10 olar sağda da. İndi buradan görürəm ki, maddəmizin 1 molundan alınan suyun kütləsi 18-i 5-ə vuranda 90. 90 qram su alınır. Və 0,2 molundan nə qədər alınır? 2. 90 da vuracaq deməli 0,2-yə.
Bu da olacaq 18 qram. Deməli, ikincinin də cavabı olacaq 18. 20-ci suala baxaq. Bir molekulunda 12 hidrogen atomu olan benzolun homoloqunun molekulunda sp2s rabitələrinin sayı maksimum, ikili karbon atomlarının sayısı minimumdur. Deməli, bir dənə yazaq ki, burada 12 hidrogen olan benzolun homoloqu. Benzolun homoloqu deyirsə, söhbət arenlərdən gedir. Arenlərin də iyun formulu CN_H2n-6-dır. Burada hidrogeni 12-dir. Hidrogeni 12-yə bərabər eləsək, 2n-6 bərabərdir 12, 2n bərabər olar 18-ə, n də bərabər olar 9-a. N 9-dursa C9 H12-ni verəcək bizə. Yəni, söhbət bu arendən gedir. İndi bu areni quranda bilirik ki, arenlərdə bir dənə belə siklik 6 bucaqlı olmalıdır mütləq şəkildə. Bizim də 9 karbonumuz var. 6-sı artıq buradadır. Bura kənarlara yazıram, 6 karbonumuz var. Mənim qaldı yerdə 3 dənə karbonum. Bizə nə deyir? Deyir, sp2s rabitələrin sayı maksimum. Bu karbonlar hal-hazırda, bunların hamısı sp2-dir. Hamısı, 6-sı da sp2-dir. S də hidrogendir. Normalda bura radikal birləşməsə, hamısının yanında S var. Hidrogen var, yəni hamısı CH. Hal-hazırda, əgər heç bir radikal yoxdursa, sp2-simiz 6-dır. İndi amma bizim 9 karbonumuz var. Mən 3 karbon da gətirməliyəm bura. Onu gətirəndə istəsəm belə buradan ayrı-ayrı üst-üstə elə üçün tək-tək də gətirə bilərəm. Birinə ikisini qoşaram, birinə birini qoşaram. Ya da birbaşa bir tərəfdən üçün qoşarıq. Elə bir tərəfdən qoşacaq. Niyə? Çünki sp2s hal-hazırda 6-dır. Bu da bizə maksimum deyirsə, məcbur nəsə qoşmalıyıq da onsuz da. Heç olmasa 5 olsun da. Yəni, heç olmasa bunun birini yuxarıdakını sildim. İndi bax ona bir dənə buradan radikal qoşmalıyıq. Amma 3 karbonlu radikal. Çünki burada artıq sp2s'in sayı oldu 5. 5. Da 5-dən də yuxarı eləyə bilməliyik. Biz məcbur 3 dənə karbon onsuz da əlavə eləməliyik bura. Ona görə bu 3 karbonu birbaşa, üçün birlikdə yəni olan bir radikal şəklində eləyəcəm. İndi biz 3-ü birlikdə propil radikal da var, izopropil də var. İndi hansını qoşaq ora? Ona da uyğun bir ipucu verib deyir. İkili karbon atomları sayı isə minimumdur. Deməli, mən ora propil radikalını yazsaydım, baxın. Bunu yazsaydım, yəni bu rabitə bura birləşib də. Belə yazsaydıq, burada bu karbon ikili, bu karbon ikili. Hətta aşağıda da onsuz da bizim 5 dənə ikilimiz var. Maksimum olur. Bizə də ikili karbon atomu sayı minimum. Deməli, minimum deyirsə, qaytaram geri, bunu silirəm. Bunu silirik. Deməli, izopropil radikalı qoyacam. CH, CH3, CH3. Bəli, burada artıq hal-hazırda ortadakı üçlüdür, kənardakılar birlidir. Yəni, ikili yoxdur radikalımızda. Bayaq radikalımızda 2 dənə ikili vardı. Onda deməli bu maddəmiş. Söhbət bundan gedir. Görək buna uyğun nə cavablar verəcək. Bir karbohidrogen molekulunda sp3 orbitallarının örtülməsinə əmələ gələn sigma rabitələrinin sayını. Deməli, burada sp3 olan karbonlar, üstündə burada yazıram. Yuxarıda qeyd edirəm sp3, bu da sp3, sp3. Onda həmin rabitələr 1, 2. Bax, budur da sp3 örtülməsinə əmələ gələn sigma rabitə 2 dənədir. Birincinin cavabı olacaq 2. Bir də deyir ki, birləşmənin beynəlxalq nomenklaturu ilə adlandırın. Bunun tarixi adı kumoldur. Beynəlxalq adı isə izopropil benzol. İzopropil benzol. Benzol. Aha. Bu da oldu beynəlxalq adı. 21-ci suala baxaq. Burada deməli əvvəlcə C2H4-ün üzərinə xlor gəliblər. C2H4-ü açıq şəkildə yazıram. Etilendir. Etilenin üzərinə gəlirik xlor 2. Buradan alacaq. Pi rabitə qırılır, hərəsindən bir xlor birləşir. CH2 xlor, CH2 xlor. Bu oldu X maddəsi. İndi isə həmin X maddəsinin üzərinə kalium hidroksidin spirtdə məhlula təsir edir. Və kim o? Burada da deməli alınacaq. Hərəsinin deməli bir dənə xloru çıxır, kaliumla birləşir. Alınır buradan 2 mol kalium xlor. Hərəsindən də bir dənə H çıxır, o H-la birləşir. 2 mol da su alınır. Plus əsas üzüm maddəmiz nədir? Həmin karbonların arasında 3 qat rabitə yaranır. Çünki hərəsinin bir xloru çıxıb, bir hidrogen çıxıb. Olacaq CH, 3 qat rabitə CH. Yəni asetilenin alınması. Bu da oldu Y maddəsi. Belə. İndi hətta Y-in üzərində su gəlirik. Davam edirik. Üzərinə də gəlirik su.
Buradan da deməli asetilenin hidratlaşması da civə duzların iştirakına gedir və civə 2 müsbət yazılır oxun üzərində Kucherov reaksiyasıdır. Buradan da alınır asetaldehid. CH3, COH. Bax bu maddəni alırıq. Bu da oldu bizim deməli Z maddəmiz. Nə istəyir bizdən? Z molekuluna birinci karbon atomunun oksijeşmə dərəcəsini. Birinci karbon nömrələsək. 1, 2. Həmin bu iki qat rabitə birləşən karbon funksiyonel qrup, yəni aldehid qrupdur. Oradan nömrələnir həmişə sağdan sola aldehidlər. Deməli birinci karbon odur. Onu da kənarda yazaraq CHO ya COH fərqi yoxdur. Hidrogen müsbət 1, oksigen mənfi 2. Bura bir x qoyaraq x plus 1 minus 2 bərabərdir 0-a, x bərabərdir 1-ə. Aha, 1. Yəni biz burada deməli müsbət 1-də, yəni müsbət 1 tapdıq. Birinci oksijeşmə dərəcəsi müsbət 1 olacaq. Bir də Z-in hidrogenləşmə məhsulunda baxaq bir dənə Z maddəsinə. Z maddəsi deməli budur, asetaldehid, sirkaldehid. Onun hidrogenləşmə məhsulu. Gəlin bir də hidrogenləşdirək. Həmin maddəni bir də təkrar yazıram. Hidrogenləşmə məhsulu üzərinə hidrogen gələndə buradan alınacaq etil spirti. Yəni aldehid hidrogenləşib birli spirtə çevrilir. Burada da 2 karbonlu spirt CH3, CH2, OH, etanol, etil spirt alındı. Yəni hidrogenləşmə məhsulu budur. Hidrogenləşmə məhsulunda polilər kovalent rabitənin sayını müəyyən edin. Burada polilər kovalent bir karbonla oksigen arasında üstündə qırmızı ilə getdiyim bir budur. Bir də hidrogenləri atsaq, hidrogenlə karbon, hidrogenlə oksigen arasında, yəni hidrogen sayı qədər bir sözlə. Neçə hidrogen var? 6. Ümumilikdə olacaq deməli 7. 7 dənə burada polilər kovalent rabitə var. İkincinin də cavabı olacaq 7. İkinci suala baxaq. Burada deyir şaxəli quruluşlu alkan C4H10. Və C4H10 butandır. Biz bunu iki cür qura bilərik. Düz zəncir normal butan və yaxud şaxəli izobutan şəklində. Bizə şaxəli dediyinə görə biz burada deməli quracağıq C4H10-u bu şəkildə. CH3, CH, CH3, CH3. Bəli, bu izobutandır və yaxud 2 metil propan deyərik. İndi maddəmiz budur. Və nömrələyək. 1, 2, 3. Bizə deyir ki, hidrogen atomunun qopduğu karbon atomunun nömrəsi 1-dir. Oradan alınan radikalı da müəyyən etməliyik. Sonra ikincidən qoparmalıyıq hidrogeni. Oradan alınan radikalı müəyyən etməliyik. Gəlin birincidən qoparaq və oradan alınan radikalı müəyyən edək. İndi burada 1 ilə 3 və eynidir onsuz da. Yəni sağdan sola, ya soldan sağa nömrələyə bilərdik biz burada. Yəni mən burada göstərəcəm hidrogenin çıxdığını. İndi deyəcəksiniz niyə bəs burada? Yaxşı, bunu lap burada göstərək. Belə, burada göstərək. X olsun, deməli, X radikalı. İndi axı mən fırlanmış formasını yazmaq istəyirəm. Bax, bir hidrogen çıxanda olur. Bura CH2, CH, CH3, CH3. Bax, bu radikal alındı. Birinci karbon, hidrogen birini çıxartdıq. CH3 oldu, CH2. Onda bir dənə xətt açılır. Radikalda belə bir xətt olur, yəni. Bu oldu, həm də adını da desək, izobutil radikalı. İndi bu dəfə Y-də, ikinci nömrəlidə, ikinci var bu ortada, bunun H-ı çıxacaq. Onun H-ı çıxanda ora C qalacaq. Olacaq CH3, C, CH3, CH3. Belə. İndi burada da mən rabitə ilə CH3-ün yerini dəyişəcəm. Yuxarı CH3 yazıram, sağ tərəfə boş rabitəni keçirəm. Eyni şeydir, hər tərəfinə fırlaya bilərik. İndi bizə deyir ki, X və Y radikallarının birləşməsində, gəlin X-dən Y-i birləşdirək. Birinci ilə Y qoyuram. Y hal-hazırda düz formadadır. Sonra da X-i qoşaq. Və X-in həmin bu rabitə ki var, bu qara ilə tündləşdirin. Onu gətirib buradan qoşuruq. Olur CH2, CH, CH3, CH3. Bax, bu maddəni biz əldə edirik. Yəni, X və Y-dən alınan maddə budur. Şimdi burada üzərinə rəqəmdə düşsək, şaxə çox olan yerdən nömrələyirik. 1, 2, 3, 4, 5. Deyir, alınan maddə molekulunun ikinci, üçüncü və dördüncü karbon atomunun oksijeşmə dərəcəsi müəyyən edin. Əvvəlcə ikinci istəyir. Yəni 1 qoyuram, amma ikinciyə baxacaq. İkincinin oksijeşmə dərəcəsi burada 0-dır. Çünki sadəcə karbondur. Heç bir, yəni karbonlara birləşib ətrafında. Karbon da karbonla, yəni eyni elementlər bir-birindən elektron alveri eləmir də. Ona yəni hidrogen, yaxud ayrı bir element birləşməyib. Deməli 0. Birincinin cavabı 0. Sonra 2 qoyuram, üçüncünü istəyir. Üçüncü, yəni CH2. Bir dənə baxın. Kənarda CH2 yazsaq, hidrogenə müsbət 1 yazsaq, bu da mənfi 2 olacaq. Mənfi 2. Sonra üçüncü.
Üçüncüdə isə deyir ki, 4-cü karbon atomunun. 4-cü karbona bir dənə baxaq. CH. Kənarda CH yazaq, müsbət 1, bu da mənfi 1 olacaq. Üçüncüdə olacaq mənfi 1. Keçək, deməli, 23-cü suala. 23-də deyir, xlorun oksigenli turşuları, birləşmədə xlorun oksigenləşmə dərəcəsi A, B, C-dir. Deməli, biz xlorun oksigenli turşularını tanıyırıq ki, deməli, H-xlor O var, H-xlor O2 var, H-xlor O3 var. Get-gedə oksigeni artan sırada belə yazdım. H-xlor O4 var. Burada da xlorların oksigenləşmə dərəcələri. Hidrogenə müsbət 1, oksigenə mənfi 2 yazsaq, burada xlor müsbət 1, burada müsbət 3, müsbət 5, müsbət 7 olacaq. Və elə bu ardıcıllığa bir dənə fikir verin. A-dan böyükdür B, B-dən böyükdür C, C-dən böyükdür D. Elə deməli bu A-dır, bu elə A-dır, müsbət 1 olan. Bu yazıram A. Bu B-dir, bu C-dir, bu da D-dir. Bu ardıcıllıqla gedir elə. Onda maddələrimizi də artıq müəyyənlədik ki, bu maddə X maddəsidir, bu maddə Y maddəsidir, bu Z-dir, bu da T-dir. Deyir, X turşusunun, indi söhbət burada X turşusundan gedir. X turşusu hansı oldu? H-xlor O. Və təzədən yazıram. X, H-xlor O. X turşusunun kimya formulu. Aha, birincinin cavabı oldu. H-xlor O. Sonra Y və T molekullarında olan atomların sayıları cəmini. Y və T. Və Y-in qarşısına atomların cəmini yazıram. 3, 4. 4 atom bunda var. T-də də 6 atom var. Bunların da cəmi ikincinin cavabı olacaq. 4 üstə gəl 6 bərabərdə 10. İkincinin də cavabı olacaq 10. Sonra üçüncü nəyi soruşur? Deyir, vəziyyət molekulunda xlor atomunun valentliyinə uyğun tək elektronların sayını. Z-də bir dənə baxaq. Xlorun oksigenləşmə dərəcəsi müsbət 5-dir. Müsbət 5 demək ki, xlor burada həyəcanlanıb və onun 5 tək elektronu var. Elə 7 olanda 7 təki var, 3 olanda 3 təki var, 1 olanda 1 təki var. Yəni indi bizdən Z-də xlor atomunun valentliyinə uyğun tək elektron sayı elə 5 olacaq, oksigenləşmə dərəcəsi ilə. Həmin valentliyi də 5-dir. Üçüncünün də cavabı burada deməli olacaq 5. 24-cü suala baxırıq. Burada deyir ki, vinil və fenil radikallarından ibarət maddə molekulunda rabitələrin yaranmasına iştirak edən hibrid orbitalların sayını. Bir dənə baxaq, həmin maddə görə hansı maddədir? Vinil və fenil. Bu fenildir. Bu fenil radikal. Vinildə etilindən bir hidrogen çıxmış halıdır. Onda olacaq CH, 2 qaz, CH2. Bax, budur. Stiroldur da, alınan maddə stirol. Vinil benzolla deyilik buna, həm də tarixi adı stiroldur. İndi deyir ki, əmələ gələn maddə molekulları rabitələrin yaranmasına iştirak edən hibrid orbitalların sayını. Deməli, rabitələrin yaranmasına iştirak edən hibrid orbital deyəndə biz burada baxırıq ki, burada 6 karbonun 6-da, bunlar sp2-dir. 6-da 3, 4, 5, hamısı sp2, eyni ilə bu da sp2-dir. Deməli, 8 sp2 halında, sp2 halında karbonumuz var. Hər sp2-dən 3'ü 1 çıxanda, 8'i də 3'ə vuranda ümumilikdə 24 hibrid orbital olacaq. Aha, deməli, hibrid orbitalın sayı. Birincinin cavabı 24. Sonra, deyir, rabitənin yaranmasına iştirak edən qeyri-hibrid orbitalların sayı. Qeyri-hibrid orbital'a baxın, burada ortadakı bu nüvə var ya, 6 dənə P var burada. 1, 2, 3, 4, 5, 6. 6 dənə P-dən yaranır. Ona görə bunlar sp2-dir də. Normalda sp2 olur karbon. Yəni, hərəsi bir dənə P-sin kənardakı karbonları ortaya qoyublar. 6 dənə orada hibridləşməmiş P orbitalı var. Bir də P-nin 2 misli. Bir dənə P 2 qatı var, axı orada bir P var. Onun 2 misli, yəni 2 də o. Və bizdən rabitənin yaranması işlə qeyri-hibriddir. Bir də hidrogenlər say, obş hidrogen. Hidrogenlər də saysaq, yəni burada hidrogenləri, məsələn, bura təkcə C-dir, bu baş hissə. Amma bunlar CH, CH, CH. Yəni ətrafda 5 dənə aşağıda var. 3 dənə yuxarı, 8 hidrogen var burada. Yəni bunun qapalı formulu C8H8-dir. 8 dənə də hidrogen. Toplam neçə eləyəcək? Deməli 16. 16 dənə burada nə var? Qeyri-hibrid var. İkincinin cavabı olacaq 16. Və maddənin 0,5 molunun tam yanmasından alınan suyun kütləsini hesablayın. Yazaq, maddəmiz deməli C8H8-dir cəmi. Yazırıq ki, C8H8. Buradan alınan su qısa tənliklə su yazıram. Əmsalına 4 yazanda hidrogen düzəlir.
İndi bu 1 molundan alınan suyun kütləsi 18-i 4-ə vuranda 72-dirsə, 0,5-dən alınana da bir x qoysaq, x də bərabər olacaq 36-ya. Belə, bu da oldu 3-cü sualın cavabı 36.